Səməd Vurğun, Vaqif əsəri, orijinal, İzah Vüqar Hüseynov, ikinci pərdə, üçüncü şəkil. Deməli, birinci şəkillə ikinci şəkil birinci pərdədə olmuşdu. İndi başlayır ikinci pərdə və üçüncü şəkil. Xan Sarayı. İbrahim xan içəri otaqda yatır. Təlxək. Əzizim İbrahim xan, bit yerisin yaxından, ayağını bərk uzat, xorul-xorul yaxşı yat. Ordu çəkibdir qacar, şeypur çalır qoşunlar. Sən yuxuna şəkər qat, yaxşı uzan, yaxşı yat. Qoy axsın millət qanı, çək başına yorğanı. Şahlar bizi boğsa da, inək kimi sağsa da, sən yuxuna şəkər qat, yaxşı uzan, yaxşı yat. İbrahim xan yuxudan təlaşla ayılaraq. O yandan Türkiyə, bu yandan İran, buradan da Rusiya göndərir fərman. Pozmaq istəyirlər cah-calalımı, qalmamış düşünən mənim halımı. Könlüm ayrılmır tacı təxtimdən, kəndlər də çaxnaşır mənim bəxtimdən. Həddindən aşmışdır yenə qaçaqlar, dağlarda yurt salır bütün qoçaqlar. Nə eləyim? Deməli, problemlərini dilə gətirir. Bu tərəfdən Türkiyə, bu tərəfdən İran, buradan Rusiya, plus da ölkə daxilində də, yəni ölkə deyəndə xanlıq daxilində də çaxnaşmalar. Əyanlar, ağalar, şeyxlər daxil olurlar. Şeyx, ey böyük hökmüdar, əhval-ı şüma, İbrahim xan. Ya şeyx, bir tədbir tök mənim yuxuma. Bu gecə qorxunc bir vaqiyə gördüm. Deməli, yuxu məsələsi. Harada görmüşdük? Qazan xandan başlamış, Qaraca Çobanda da var idi yuxu məsələsi. Düzdür, Qaraca Çobanın yuxusu elə də geniş təsvir və şərh olunmur. Sonra ana əsərini misal göstərə bilərik. Ana əsərində də ana başına gələcək fəlakətlə bağlı qanlı röyalar görmüşdü. Burada da var. İbrahim xan yuxu görür və şeyxdən bunun yozulmasını istəyir. Şeyx deyir ki, lütf edib danışın gördüyünüzü. İbrahim xan, gördüm dəniz olub bu cıdır düzü. Elə bir dəniz ki, büsbütün qandır, onun dörd tərəfi qara dumandır. Şeyx, sonra İbrahim, bu dənizdə üzür qayıqlar, get-gedə sıxlaşır bu qayalıqlar. Elə bil sıxırlar məni dörd yerdən. Şeyx, hə sonra İbrahim bir qayıq yaxlaşdı birdən. Bunlar elə bir ki, misraların belə qısa olmasının səbəbi nədir? Elə ki, misranın əvvəli buradadır. Sonra bu dənizdə üzür qayıqlar. Hə sonra bir qayıq yaxlaşdı birdən. Zəncirli bir kəmənd atdılar mana. Həmin kəmənd keçdi düz boğazıma. Məni çəkə-çəkə hey apardılar. Gördüm qayıqdadır o qaçaq Eldar. Şeyx, bəli, o dəladuz. İbrahim, bəli, lap özü. Hirsindən alışıb yanırdı gözü. O məni dənizə basıb dedi, xan, buyur, doyunca iş tökdüyün qandan. Şeyx yaltaqlanaraq, ha, qəm yeməyin, adil hökmüdar. Sizə neyləyəcək bir qaçaq Eldar? Yuxu dəhşətlidir, qorxusu yoxdur. Dəniz aydınlıqdır, qan qovuşuqdur. Yəni, yuxu dəhşətli olsa da, amma bunun qorxusu yoxdur. Buradakı dəniz aydınlıq deməkdir, qan qovuşmaq deməkdir. Yəni, şeyx bunu belə deyək də, düzgün, olsa da yuxu yozmudur. Yəni, nə dərəcədə düzgün olur bəlkə. Yəni, bilinən, sınanmış formada yox, sırf yaltaqlanaraq, ona xoş gəlmək üçün belə yozur. Pis bir şey deməyə ağlına belə gətirmir. Təlxək özünü ortaya salaraq, şeyxin kəlamı xoşdur, mənim kəlləmsə boşdur. İndi bu əsərlərdə ümumiyyətlə orta dövr olsun, biraz bu tərəflər olsun, Avropa, Şərq, bu tərxəklər, kralın tərxəkləri olsun və yaxud da bizdə xanların, şahların, güya ki, gülmək üçün deyirlər bu sözləri. Əslində onlar orada ya kinayə ilə deyirlər, ya həqiqi ciddi sözləri gülmək altında verirlər. Məsələn, burada deyir ki, gülmək maskası altında da, gülüş maskası altında. Şeyxin kəlamı xoşdur, mənim kəlləmsə boşdur. Güya ki, şeyx burada yaxşı bir söz dedi. Əslində, ona da kinayə eləyir ki, şeyxin də güya ağıllı bir söz dedi burada. Qaçır. Vaqif. Daxil olur və xana məktubu uzadaraq. Qacara yazdığım cavabdır, alın. Elçilər gözləyir, tez yola salın. Deməli, Vaqif yazır da o məşhur cavabı və bir sual düşsə ki, İbrahim xanın təsdiqi olmadan və yaxud da xəbəri olmadan mı göndərir? Xeyr. Gətirir İbrahimə verir ki, al göndər və hətta İbrahim də oxuyur.
özdə təqdir eləyir cavabı ki, hə, nə yaxşı yazmısan. İbrahim, vəzir, Vaqif, dinləyirəm. İbrahim, qarışır zaman, ruhuma dər gəlir bütün xaniman. Vaqif, çox dedim, sözümə baxmadınız siz. Dedim ki, zülmlər qalmaz əvəzsiz. Bu dünya boş deyil, öz qanunu var. Elin qüdrətinə lovğa baxanlar əlbəttə basılar. İbrahim xan hiddətlə basılar. Sən, xeyir çıxmır yenə dilindən. Vaqif şeyxə işarə ilə. Çünki sözlərimdə doğruluq vardır. Yalançı, yaltaqlar və oğrulardır. Sizi yatırmasın ağır yuxular. Hücuma hazırdır Məhəmməd Qacar. Yəni, mən də burada deyir ki, xeyir söz çıxmır dilindən. Mən də deyir, xoş söz, xeyir söz danışa bilərəm. Şeyxə də işarə edir ki, yəni, yalancıdır o yaltaqlar və oğrular. Amma mən sözüm o dillərə düz söz acı olar. Mənim sözümdə doğruluq var, acı da olsa. Və buradan biz bu situasiyanı görürük ki, Şeyxlə Vaqifin hər halda heç o əsəri belə dərindən incələməsəz də yola getməyəcəyinizi yəqin ki, təxmin eləmişdiniz çoxunuz. İdeoloji baxımdan, əqidə baxımdan, sonra ədəbiyyatda, bizim ədəbiyyatda ümumiyyətlə şeyxlərin o əsasən yükləndiyi bir mənfi assosiasiya var o baxımdan ki, xalqı düşünmək baxımdan və hətta onlar bunu İbrahim xanın hüzurunda da bir-birlərinə söz deməkdən, lağ eləməkdən, ələ salmaqdan və bir-birlərinə qarşı olduqlarını göstərməkdən çəkinmirlər. Bunu daha bariz formada görəcəyik. İbrahim xan, Vaqifin yazdığı cavabı oxuyaraq. Çox gözəl, hər sözün iti bir bıçaq, Qacarın bağrını parçalayacaq. Mənim qeyrətimi çəkirsən demək. Deməli, məktubda nə yazılıb, onu görəcəyik qarşıda. Və burada İbrahim xan deyir ki, hə, sən ona yaxşı cavab yazmısan, bizim tərəfdən yazmısan, yəni Qarabağ tərəfdən. Deməli, mənim qeyrətimi çəkirsən. İbrahim, yəni bu xanlıqla özünü eyniləşdirir. Yəni xanlığın, torpağın, millətin, öz əhalisinin xeyrinə nəsə eləyirsə, Vaqif deməli İbrahimin qeyrətini çəkmiş olur. Deyir ki, mənim qeyrətimi çəkirsən demək. Vaqif, elimiz qoçaqdır, zülmdən əl çək. Hələ yaranmamış həyata əvəz, həyatın qədrini düşünün bari. Dünya naz götürüb yaşada bilməz, onunla gizlənpaç oynayanları. Şeyx kinayə ilə. Bəli, dərs alacaq bizim böyük xan bunun həkimanə kəlamlarından. Yəni sən indi xana ağıl verəcəksən, xan ondan dərs alacaq. Vaqif, yaxşısı budur ki, yaltaqlanma sən. Ağıl ummuyuram boş kötüklərdən. İbrahim, vəzir, bu sözləri qoyun bir yana. Vəziyyət xarabdır, yol göstər mana. Vaqif, eldə can qoymadı ağır vergilər. Siz bu qanunlarla qalsanız əgər, doğma balanız da yad olacaqdır, kürünüz göylərə sovrulacaqdır. Deməli, əsas problemlərdən birini Vaqif burada dilə gətirir ki, vergilər. Və hətta İbrahim də sonradan deyir ki, yəni vergiləri əgər yüngülləşdirsən düzələcəkmi hər şey? Şeyx xana yaltaqlanaraq, bəli də, çox sevir sizi. Dağıdın, paylayın xəzinənizi. Yəni o vergilər söhbətinə görə Şeyx dedi ki, yaxşı, gəl onda paylayaq xəzinəni, xan paylasın xəzinəni. Bəlkə doyacaqdır acdarının gözü. İndi burada yəni sözün necə deyilməsi məsələsi də var da. Ola bilər ki, xalqa köməyi Vaqif kimi deyəsən ki, vergiləri yüngülləşdirmək bu formada. Bir də var, Şeyx dedi ki, gəl paylayaq xəzinəni. Yəni o ilk baxışdan eyni şey kimi görünsə də doğurduğu təsir çox fərqli olur bunlar. İfadə forması önəmlidir təbii ki. Yəni Şeyx bütün bu şeylərdə, situasiyalarda xana yaltaqlanır. Yaltaqlandığı obyektdə sırf İbrahim xan yox, xandır. Yəni İbrahim xanın şəxsi yox, sosial statusudur. Hardan bilirik? Şeyx burada mənfi obraz kimi təqdim olunub və eynən Əhməd Cavadın Səsli Qız əsərində olduğu kimi, yəni daha güclü bir tərəf görürükdə, düşmən olsa belə, onun tərəfə keçir tərəddüd eləmədən. Deməli, Vaqif deyir ki, daxili vəziyyət belədir, düzü, xalq razı qalmasa bir hökümdardan, hakimi qurd kimi didəcək zaman. İbrahim, yaxşı, vergiləri azaltsaq biraz, işlər düzələrmi? Vaqif, bundan karaşmaz. Məncə nə olsa da bugündən belə vicdan azadlığı lazımdır elə. İbrahim, o nədir?
Bu sözü Səməd Vurğun şeyxin dilindən versəydi, tam başqa cür səslənərdi. Müasir günümüzdə bir əhvalatla da səsləşərdi. Burada isə İbrahim xanın dilindən deyirik ki, o nədir? Yəni vicdan nədir ki, vicdan azadlığı nədir? Vaqif. Kör kimi qalmasın insan, qalxsın cəhalətinin qaranlığından. Açılsın hər yerdə məktəb, mədrəsə. Baxın, bu da çox önəmli açar nöqtələrdən biridir. Vaqifin maarifçiliklə bağlı bir fikri var burada. Təhsillə bağlı, elmin yayılması ilə bağlı fikri var ki, İbrahim xana deyir ki, açılsın hər yerdə məktəb, mədrəsə. Balalar quş kimi versin səs-səsə. Məktəbdə də ki, quşa bənzətmə, şagirdlərin quşa bənzədilməsi, məktəbin quş yuvasına bənzədilməsi yəqin ki, sizə tanış gəldi. Ətraflı şəkildə toxunmuşduq bu bənzətməyə də Dəhnaməni keçəndə. Dağların döşündən yollar çəkilsin, yollar kənarında güllər əkilsin, nəğmələr bəzəsin vətən mülkünü, mən də qoca vaxtı görüm o günü. Şeyx, bundan sənə nə var, Vaqif? Onu duymazsan, çıxar əmmaməni, sən keçəl qazsan. Şeyx, elm günah işdir, təmizdir İslam, buyurmuş Peyğəmbər əleyhissalam. Vaqif, lal ol, ləkəlidir qəlbin, niyyətin, tiryək satansan bəşəriyyətin. Şeyx, sən xalqın gözünü açırsan bizə, o da baş əyməyir bir əmrimizə. Yəni, xalqın gözünü açırsan deyə, axırda bizim üçün pis olur da, xalqın gözünü açanda həmin xalq itaətsiz olur. İbrahim də bu fikri təsdiqləyir. Şeyx doğru deyir, kör qalsın onlar. Xalq ayılan zaman haqqını anlar. Vaqif, o kör dediyiniz hirslənən zaman çox bərk yapışacaq boğazınızdan. İbrahim, birdən Vaqifin əlindəki əsaya baxaraq, bu əsa da məşhur söhbətdir, yəni tarixdə də olmuş bir əsa söhbəti var. Vəzir, o əlindəki o əsa nədir? İndi bayaq şeyx üçün dediyimiz ifadə tərzi məsələsini indi Vaqif üçün deyək. Deməli, Rus hakimiyyətindən aldığı hədiyyədir, amma necə deyir? Rusiya padşahı o zülümkardan Yekaterinadan bir hədiyyədir. Yəni, Yekaterinadan hədiyyə olsa da, bax, o zülümkardan, Yekaterinadan bir hədiyyədir. İbrahim, aha, de sən hara, Rusiya hara, yoxsa satılmısan o kafirlara. Səməd Vurğun da burada qafiyə düz gəlsin deyə sözlərin başına açmadığı oyun qoymayıb. Kafirlara. Vaqif əsanı göstərərək. Buna şəkil verən bir sənətkardır. Mənim sənətkara hörmətim vardır. Yəni, mən Yekaterinaya görə götürməmişəm ki, bunu. Sənətkar düzəldib da bunu. Mən o sənətkara görə, sənətə hörmət edərək bunu götürmüşəm. Gözəl əl işi olduğuna görə. İbrahim, bəs onu göndərən Yekaterina? Vaqif, yalnız nifrətim var, inanın ona. Onu da boğacaq gedən üsyanlar, azadlıq uğrunda tökülən qanlar. Şeyx, bəs ruslar, bəs o məlunlar, Vaqif. Din ayrı, dil ayrı olsa da onlar, yenə beşiyidir mədəniyyətin, ruslar. Ruslar beşiyidir mədəniyyətin, Vaqif deyir. Qədrini çox bilir şeirin sənətin. Yəni, burada təbii ki, şairin çatdırmaq istədiyi ideya, məzmun, dövr, bu cür məsələlər də var və buradan belə çıxır ki, yəni Vaqifin Rus milləti ilə, Rus əhalisi ilə və yaxud da o sənətkarla bir problemi yoxdur. Amma hakimiyyətini o da qan içən sayır, Rusiya hakimiyyətini. Təbii ki, 19-cu əsrdə, daha doğrusu 18-ci əsrdə hətta Çar hakimiyyəti idi orada. Çar hakimiyyətindən söhbət gedir. Hətta orada Yekaterina'nın da adı çəkilir. Şeyx, xanı qızışdıraraq. Aman, ayaqladı müqəddəs dini. Bu tanrı düşməni, vətən xaini. Yəni, sən rusların xeyrinə bir xoş söz dedinsə, ola bizim dindən deyil axı. Deməli, sən müqəddəs dini ayaqladın. Sən ancaq müsəlmanları tərifləməliydin. Səslər. Bir buna bax, məlun, aldanmış, qansız, şeyx, satılmış, səs, bimürvət, şeyx, Yezid, imansız. Vaqif hiddətlə. Durun, mən deyirəm vətən xaini. Saydım nəbilərin sonsuz sayını. Nəbi. Nəbi nədir? Peyğəmbər. Rəsul nədir? O da Peyğəmbərdir. Sadəcə Rəsul kitabı olan, kitabla gələn Peyğəmbərlərdir.
Nəbi isə bütün peyğəmbərlər, yəni 124 min deyilən peyğəmbərlər. Saydım nəbilərin sonsuz sayını, 1000 ildir baş eydik yalnız Qurana, baxdı gözlərimiz kör kimi ona. Bizə yasaq oldu başqa kitablar. Kitabsız bir ömrün nə mənası var? Didildi daima ixtiyarımız, bari bir gün görsün övladlarımız. İbrahim xan, bəs mənim şöhrətim, bəs tanrı, bəs din? Vaqif, mən bir aşiqiyəm, saf ürəklərin. İbrahim, demək satılırsan sən şeytanlara. Yəni bir saf ürəklərin aşiqisənsə, satılırsan şeytanlara. Vaqif, tarix cavab verər bu böhtanlara. İbrahim, bir vaxt təriflədin mənə Eldarı, budur da, yəni Eldar tərifləyir, indi mənə qarşı çıxıb, mənim düşmənimdir. Bir vaxt təriflədin mənə Eldarı, dağdələ tutmayır o qaçaqları. İndi də rusların tərəfdarısan. Sən elin dostu, elin yarısan. Yəni xalqın da, yəni xalqın yarısan, hansı ki saray əhlinin, saray hakimiyyətinin yanında olmalıydın. Vaqif, dünya yaranmamış ötərgi bir səs, günəş qaranlıqda yaşaya bilməz, çıxır. Şeyx xana, başqa bir qisasda siz alın ondan. İndi burada qisas aldılar güya ki. Deyir, başqa bir qisasda siz alın ondan. İbrahim xan, buyurun o nədir? Şeyx, o da Xuraman. Çəkin bağrınıza o sərvinazı, qırılsın Vaqifin qoy ilham sazı. İlyas daxil olur. İlyas biz harda görəcəyik? Eldarın dəstəsində. Amma necə görəcəyik? Oraya soxulmuş bir xain kimi, casus kimi. Əslində İbrahimin adamıdır. İbrahim xan, İlyas, gəlib çıxdın, de nə var, nə yox? İlyas, Eldarın halına bələdəm az çox. Tez-tez dəyişdirir o öz yerini, tovlayıb azdırır gündə birini. O qədər artıb ki, yenə qaçaqlar, tutmayır meşələr, dərələr, dağlar. İbrahim, yaxşı, öldürməyə fürsət olmadı. İlyas, düzü qorxuludur Eldarın adı. Kəndistan yerində çox hörməti var. Məsəldir, qaçağı el özü saxlar. Belədir babalar dövründən bəri. İbrahim, onun oylağına yaxın kəndləri yandırsaq necədir? İlyas, yox, bu olmaz, döşünə döyərək. Gələr öhdəsindən lələşin İlyas. İbrahim, yaxşı, fikrin nədir? Bir danış görək. İlyas, bugündən onlara qoşulam gərək. İbrahim, necə, nə deyirsən? İlyas, belədir, bəli. Qaçağı öldülər, xəyanət əli. Deyərəm, məni də astırırdı xan, qaçıb qurtarmışam dar ağacından. İnanar, onlara yoldaş olaram, bildiyim qisası sonra alaram. İbrahim, necə, nə minvalla? İlyas, nə varmış buna? Əvvəl girəcəyəm onun qılığına, yanından getməyib günlü gecəli, qəsdən olacağam onun sol əli. Bir gün yenə də qılığına girib, hərifi bir təhər yuxuya verib, bir güllə vuraram lap təpəsinə, başımı götürüb qaçaram yenə. İbrahim gülə-gülə. Mərhaba, İlyas pəhləvan. Sonra da 10 para kəndin var inan. Olarsan onlara sən də bir ağa, çaparsan atını hey sola sağa. Tökülər qapına müftə bəhrələr, bir də kasıblıqdan görməzsən əsər. İlyas, heç əskik olmayın. İbrahim, eləsə di get, verdiyin vədəyə tamam əməl et. İlyas, baş üstə, arxayın ol xan, Eldar qurtulanmaz qurduğum tordan. Gedir. İbrahim xan şeyxə tərəf. Sən də Xuramana yaxşı tədbir çək, Vaqifə göz dağı bu olsun gərək. Gedir. Şeyx sevinclə tək qalanda. İndi sevin şeyxalı, bəxtinə gün doğalı, Vaqifi saldın tora, qoymadın dinc otura. İndi xanı dolaram, özüm vəzir olaram, nə dərdim var, qəmim var. Yəni tək alanda dediyim, yəni tək olduğunu düşünərkən bunu deyir. Ki, hə, yaxşı oldu. Mən də bir bu işi düz qoş eləyim, mən özüm vəzir olum. Sarayda qız balalar mənə baxıb göz eylər, hər məsələ düzələr. İndi sevin şeyxalı, bəxtinə gün doğalı. Oyna çıxmaq istəyir, təlxək şeyxin arxasınca. İndi sevin şeyxalı, bəxtinə gün doğalı. Bayaqdan eşidilmiş bunu. Şeyx, tfu, gedir. Təlxək şeyxin arxasınca, yekə qarın, yekə baş, ara düzəldən uğraş. Təlxək mütəəssir halda Vaqifin arxasınca. Nələr gördün, aman Vaqif, nə qansızmış zaman Vaqif.
Mən demədimmi çox yanma, uşaq kimi çox inanma, bu dünyanın səfasına, sarayların vəfasına. Aldanma bunlara. Və burada pərdə 3-cü şəkil burada bitir. 4-cü şəkil. Saray, Vaqifin evi, Gülnar əlində bir neçə dəstə bənövşə, qızlar ilə gəlir. Gülnar: bizim sərin meşələr, bu körpə bənövşələr, gəlin öpüm sizi mən, geçsəniz gözlərimdən. Mənə böyük dərd olar, ah bizim dik qayalar, havaları sərindir, dərələri dərindir. Yaşamağın dadı var, gözəl-gözəl adı var. Hər enişin yoxuşun, bir rəngi var hər quşun. Əsmə dayan ey külək, ova çıxmış Əli bəy. O mənim sevgilimdir, o ağzında dilimdir. Tüfəngini yeləysə, ayağına daş dəysə, ürəyimə ox batar, nə gözəl də boyu var. O baftalı çuxalı, o düyməli yaxası, at belinə qalxmağı, tərlan kimi baxmağı, göz görməyən uzağı, onun nişan almağı. Yəni heç gözlə görünməyən bir yerdə belə o nişan alıb vurur. Söylənilir ellərdə, dastan olub dillərdə. Gülnarın anası Əminə gəlir. Gülnar: of anacan ana, qucaqlaşıb öpüşürlər. Əminə: qurbanam sana. Mənim şirin balam, ağıllı qızım, sürüdən ayrılan körpəcə quzum, yoluna baxmaqdan gözüm saraldı, həsrətin səbrimi əlimdən aldı. Adam anasını heç unudarmı? Gülnar: ana, Əli bəyin heç vaxtı varmı? Vallah gələsiydik bu həftə sizə. Sənin ayrılığın dərd olub bizə. Əminə: Əli bəy necədir? Damağı çağdır? Gülnar: nə var? Lap yaxşıdır. Şir kimi sağdır. İndi ova gedib bu saat gələr. Əminə: Allaha çox şükür. Xoş olsun xəbər. Buradan kəsilməsin xeyrin ayağı. Allah göstərməsin sizə göz dağı. Yaxşı, bir də görüm özün necəsən? Gülnar: özüm nə olacaq? Lap yaxşıyam mən. Əli bəy quş kimi yemləyir məni. Deyir kənd yerindən seçmişəm səni. Gözündə parlayır qaynar bulaqlar. Ürək duyduğunu xatirə saxlar. Əminə: zarafat deyil ki, şair oğludur. Görünür sinəsi sözlə doludur. Gülnar: elədir anacan, dedin ürəkdən. Ana, şair olmaq istəyirəm mən. Bilirsən nə qədər sinəmdə söz var? Burada deməli mənim diqqətimi nə çəkir? Gülnara deyir ki, Gülnar elə gətirir əlinin üstünə söhbəti. Axırda ona deyir ki, özün necəsən? Deyir, özüm nə olacaq? Laf yaxşıyam mən. Keçir yenə Əli bəy. Əli bəy quş kimi yemləyir məni. Düzdür, nəticədə özünü yaxşı yaşayasını göstər. Amma yəni bir xeyli məmnun olduğu hiss olunur bu evlilikdən. Və bir də burada bir qəribə formada deyir ki, şair olmaq istəyirəm mən. Şair olmaq sanki bir belə peşə kimi və yaxud da bir gedib təhsil alıb gəlirsən, olursan. Yəni şairlik elə bir şeydir ki, o səndə varsa şairsən, yoxdursa deyilsən də şair olmaq istəyirəm. Bilirsən nə qədər sinəmdə söz var? Əminə: yox, qadan alım, min əyri göz var. Bircə farağat dur, göz dəyər sana. Yəni yəqin ki, onun qadın olmasına görə qadın şair fərqlənərdi, o saat seçilərdi. Yox, yəni şair olmaq istəyəndə yəni şeirlərini üzə çıxarma deyir də, yazma. Lazım deyil o şeir formasında demək. Əminə belə bir məsləhət verir. Vaqif ilə Vidadi daxil olurlar. Vaqif: xoş gördük Əminə bacı. Əminə: Tanrı göstərməsin sizə bir acı. Vaqif Gülnarın başını qucaqlayaraq: bilirsən nə şeytan baladır Gülnar? Mənim çox ağıllı bir gəlinim var. Vidadi: düzdür, ağıllıdır qızımız Gülnar. Südü təmiz olur bizim analar. Vaqif: əyləşin, Əli bəyə gələr indicə. Vaqif və Vidadi sol otağa keçirlər. Gülnar: görürsən ana, necə mehribandır qaynatan bana. Elə bil atadır. Əminə: olsun ay bala. Əli bəy əlində tüfəng və bir neçə qırqovul oxuya-oxuya daxil olur. Əli bəy: Əminə xala. Əminə onun alnından, o da Əminənin əlindən öpür. Yaxşı xala, bir də görək nə vaxtadək bizdən ayrı dolanıb sən yalqız ömür sürəcəksən. Əminə: necə, sizdən ayrı niyə? Əli bəy: bir qulaq as mən deyənə, doğrudan da kənddə təksən, çox əziyyət çəkəcəksən. Daha bəsdir, qarış bizə, köçünü çək evimizə. Gülnar: ana, qurban olum sana, gəl bizimlə yaşa ana. Əminə: belə ağ gün görəsiniz, xoş dövranlar sürəsiniz, başınızdan bir tük belə pay olmasın qara yelə. Bu cür alqış eləyib etiraz eləməməyindən ilk baxışdan elə anlaşılır ki, qəbul edir bu təklifi.
Gülnar dedi ki, de köçürsən? Əminə, yox ay bala, dövranımı çox sürmüşəm. Dövranımı sürmüşəm. Dövranımı çox sürmüşəm. Çox sürüb dövranını. Qızımı da köçürmüşəm. İndi dünyam quru səsdir. Komacığım mənə bəsdir. Bir də sizə budur sözüm, alışmışdır könlüm gözüm. Ata baba yerimizə, kənd yaxşıdır yenə bizə. Burada hansı obrazı xatırlatdı bizə? Elə sırf bu əsərdən Vidadini. Onu da kənddən dəvət edirlər və o kəndi tərk eləmir. Deyir ki, yox, mən elə bura yaxşıdır. Əli bəy, Gülnar, bir suya sal qırqovulları, xalama bir plov hazırla barı. Əminə, xurcundan bir cüt corab çıxararaq. Oğul, deyirlər ki, qış bərk gələcək. Sənə toxumuşam bu corabları. Hansı obrazı xatırlatdı sizə? Corab toxumaq baxımından ana bacını. Bilirsən bunlardır kəndinin varı. Əli bəy, çox sağ ol Əminə xala, Əminə. Sağlıqla gəlsən, mehriban bala. Əli bəy, gəl ana, o evdə rahatdan biraz. Hər üçü otağa keçir, Vaqif gəlir, Vaqif. Əli bəy. Əli bəy çıxır. Nə buyurursan, Vaqif? Çöldə nə var, nə yox? Əli bəy, gördüm Eldarı. Toplayıb başına qəhrəmanları, dağlarda yurt salıb Koroğlu kimi. Məni görər görməz sevindi qəlbi. Dedi ki, atana məndən salam de. Onun köməyindən çox xoşhalam de. Salam de, xoşhalam de. Deyirlər burada rədifdir. Yaxşılıq boynumda qalmayacaqdır. Hansı yaxşılıq? Onun həbsxanadan xilas edilməsində kömək olub Vaqifin. Vaqif pərişan bir vəziyyət alır. Yazdığı saldılar çölün düzünə. Yəni yenə də qaçaq düşüb də, o baxımdan narahat olur onun üçün. Dünya gözlərində qarışır yenə oğluna. Sən insan oğlunun taleyinə bax. Ona göz dağıdır yerdə yaşamaq. Lakin ayrılmayır dünyadan ürək, ətirlər qoxuyan hər gül, hər çiçək. Göylərə baş vuran bu qəlbi dağlar, qəlbi hündür dialekt sözüdür. Dağlar döşündəki şır-şır bulaqlar, hər yaşıl mənzərə, hər sarı sümbül, güllərin başına dolanan bülbül. Bizim bu yerlərin gözəl elatı, çoban tütəyindən axan bayatı. Həyatı çağırır hər zaman bizi, yaradır, yaşadır hər nəğməmizi. Oğlum, düşündükcə, duyduqca dərin, qollarda səslənən bu zəncirlərin, günəşli, gündüzlü bir sabahı var, ölsün gələcəyə inanmayanlar. Vidadi. Yenə inildədi qəlbindəki saz. Gəlin seyrə çıxaq dağları biraz. Vidadi, Vaqif, Əli bəy çıxırlar, Xuraman gəlir. İndi burada təkdir Xuraman. Deyir, gecə fikir, gündüz fikir. Vaqif haqqında danışır. Nə yurt salır, nə ev tikir. Elə yazır yenə. Bir baxmayır mən deyənə. Baisin evi yansın, gözlərində od qalansın. Əvvəl şirin dili vardı, məni öpər, oxşayardı. Qurtarıbdır indi o da, dilgözlü düşdüm oda. Nə bir durur, nə dincəlir, nə gözünə yuxu gəlir. Hey düşünür ağır-ağır, üz gözündən bulud yağır. Birdən rəngi dönür qana, kişi olub laf divana. Bilməyirəm nə dərdi var, günüm gecəm keçir ağlar. Deməli, deyir əvvəl yenə də şirin dil var idi, məni öpər, oxşayardı. İndi o da yoxdur. İndi Vaqif burada xalqın dərdini çəkir. Ümumiyyətlə xanlığın qeydinə qalır. Xuraman isə deyir ki, bilmirəm nə dərdi var. Tutulub üz gözündən bulud yağır. Yəni onda da bir xeyli narazılıq artıb və qarı da belə bir anda daxil olur. Əvvəlcə başlayır onu tərifləməyə. Xuraman da deyir ki, bunun başına hava gəlir, nədir belə tərifləyir məni. Qarı deyir ki, nə şirinsən, nə göyçəksən, dərilməmiş bir çiçəksən. Gözlər qalıb yanağında, sənin bu gül dodağında. Nə şirindir suyun sənin, lap sərvidir boyun sənin. Nə xanlar xor əysən, söhbəti bir dizə hara gətirir. Xuraman, qarı nənə, nə var ki sən, belə bir cür dil tökürsən. Qarı yenə başlayır. Qələm kimi qaşların var, qulac-qulac saçların var, ağzın kiçik bir püstədir, nə buyursan göz üstədir. Xuraman, bu dəlidir, nədir qarı? Qarı, kimin vardır belə yarı? Çənəndəcə xalın var, xalın da var. Çənəndəcə xalın da var. Pluslarından biridir Xuramanın. Xoş yaradıb pərverdigar.
Ot kimidir yanaqların, bal kimidir dodaqların, nə xanların xörəyisən? Xuraman. Qarı, bir de, nə var görək, mətləbini danış gödək, qarı. Heç tələsmə körpə quzum, gözəl balam, gözəl quzum. Qurban sana qarı nənən, xeyir xəbər gətirdim mən. Gözü düşüb xanın sana. Mənə bir xalat alsana. Xuraman. Nədir xanın sözü? Qarı. Bəli, budur sözün düzü. Bir gəlinsən gözəl göyçək. Geyin xara, geyin ipək. Boynuna tax daş qaşları, gəl ol xanın gözəl yarı. Qabağında qulluqçular, asta yeri xumar. Gecə xanın gir qoynuna, qollarını sal boynuna. Ürəyin şad, könlün açıq, körpə quzum ağ günə çıx. Xuraman xoşlanaraq. Aman, nələr deyir qarı? Doğrudurmu bunlar barı? Qarı. Xan deyəndə gör nə xandır. Bığı burma bir cavandır. Rüstəm İzal bir sərkədir. Bu xan deyil, pəhləvandır. Yəni xan dediyimizdə gör necə xandır. Ha, Rüstəm İzal yəni məşhur pəhləvan oldu Rüstəm İzal. Onun yanında sərçə kimi qalır. Xuraman. Yox, bəsdir qarı nənə. Bu sözləri demə mənə. Of, darıxır lap ürəyim. Qarı. Heç darıxma gül çiçəyim. Biraz tərpən zirək kimi. Xan da səni bəsləyəcək, yağ içində böyrək kimi. Xuraman. Yox, xoş getməz bu Allaha. Vaqif məndən. Deməli, Xuraman burada bir tərəddüddə qalır və bu vaxtda şeyx girir. Şeyx. Aha. Yəni nə? Vaqif məndən. Aha. Yox, qorxub eləmə, qızım Xuraman. Səndən razı qalar Xaliq-i Sübhan, yəni Allah. Doğrudur, cavansan, düşünsən biraz, xanın təklifinə zidd getmək olmaz. Onun yaşatdığı Allah yoludur. Bütün bu bəndələr xanın quludur. Günlər gəlib qapının ağzından qulaq asır. Bir də yadına sal gözəl cənnəti, bil ki, cəhənnəmin hər əziyyəti səndən uzaq olar, göyərçin balam. Mələklər, hurilər, pərilər səni alıb qanadına gəzdirər səni. Yoxsa Əzraillər durar gözünə, zidd çıxmaq olarmı xanın sözünə? Razısan? Qarı. Razısan? Şeyx. Razısan? Qarı. Din, ötsün şirin tuti dillərin. Şeyx. Tez ol, bir cavab ver. Xuraman çətinliklə, əzabla razıyam. Ancaq şeyx, bilirəm, Vaqif yaşamayacaq. Xətər gəlməyəcək sənin halına. Onu heç gətirmə sən xəyalına. Dil salamat qalın. Qarı və şeyx çıxırlar. Xuraman. Of, nə iş tuturam, yatmışam mı mən? Gör bir nələr çıxdı mənim dilimdən. İndi nə deyəcək qonşular? Of, yazıq Vaqifin nə günahı var? Gülnar daxil olur, Xuramana baxır, özünü saxlaya bilməyərək, xanım, mübarək. Xuraman, nə var? Gülnar, ay ləçər, bu iş yaraşarmı heç nəslimizə? İndi nə deyəcək el-oba bizə? Vaqif, Əli bəy, Vidadi daxil olurlar, Gülnara və Xuramana heyrətlə baxırlar. Vaqif, bu nədir? Bunlara nə olmuş görən? Əli bəy, hələ ki anlaya bilməyirəm mən. Gülnar, ata. Vaqif, nə var? Qızım, nə oldu sana? Utanma, dərdini aç söylə mana. Gülnar ağlayır, Xuraman o biri evə qaçır. Əli bəy, ay qız, de, bir danış. Gülnar, nə deyim? Ağlayır. Vaqif, Gülnar, de qızım, de görək qəlbində nə var? Gülnar utana. İndicə bizdəydi şeyx ilə qarı, mən də qapımızda pustum onları. Vidadi o biri evə keçir. Vaqif oğluna, hə, deyəsən iş var. Əli bəy, de, danış Gülnar. Gülnar, gördüm Xuramanla danışır onlar, dedilər ki, səni çox istəyir xan. Çıx, ona arvad ol. Vaqif, yaxşı, Xuraman, yəni bəs Xuraman nə dedi? Gülnar, Xuraman dedi ki, Əli bəy, nə dedi? Bir din. Vaqif, gizləmə, ağıllı gəlin. Gülnar, dedi ki, razıyam, gedərəm xana. Əli bəy Gülnarı o bir otağa aparır, Vaqif düşüncələr içində. Aha, halal olsun bu Xuramana. Yenə gözlərində hava qaralır, yenə dağ başını duman qaralır. Elə bir mənliyim çəkilir dara, qəlbim sığışmayır dar saraylara. Burada gözlərimə min qan görünür, mənə bu divarlar zindan görünür. Könül viran qalan bir xanimandır, deyib danışmayır xeyli zamandır. Mənə nə göylərdən təsəlli var, nə yerlər ruhumu zövq ilə oxşar. Xuraman, pərişan daxil olur. Vaqif, ey sərvərim, ey tacıdarım. Deməli, 2 dəfə belə xitab edir Vaqifə.
O ölümündən az əvvəl də xitab edir bu formada. Orada Vaqif deyir ki, nə deyirsən, vəfalı yarım kinayə ilə. Amma burada hələ söhbət təzə idi, yəni heç kinayə yeri deyildi. Vaqif ona belə çox sərt formada cavab verir ki, itil gözlərindən bivəfa yarım. Get atıl murdarın qan qucağına, zülm yuvasına, od ocağına. Xuraman başını aşağı salıb çıxır. Biraz sükut. Vaqif. Canan üz döndərdi, dövrən bivəfa, pozuldu gördüyüm hər zövqü səfa. Saraldı ömrümün çiçəkli yazı, qırıldı qəlbimin sədəfli sazı. Əli bəy acıqlı halda gəlir. Əli bəy, ata, qoy öldürüm o mürvətsizi. Vaqif, Əli bəy, alçaldar cinayət bizi. Bir bax əllərinə yaraşarmı qan? Oğlum, yaşatmağa yaranmış insan. Əli bəy, bunda qalmamışdır nə namus, nə ar, vəfasız olurmuş ögey analar. Baxın, buradan da dəqiq bilə bilərsiniz ki, Xuraman onun əlinin ögey anasıdır. Vaqif, yalqız və pərişan. Düşüb düşməyəli bu saraylara, hələ rast gəlmədim vəfalı yara. Çəkin boğazımdan məni mindara, çobanlar yaylağı yadıma düşdü. Yəni orada necə təmiz idi hər şeyi, sədaqətli idi insanlar. O təmiz duyğular, o saf ürəklər, bənövşə qoxulu, sərin küləklər, başına döndüyüm güllər, çiçəklər, tərlanlar oylağı yadıma düşdü. Mən ki çox keçmişəm sonalı göldən, bir ətir çəkmişəm hər təzə güldən. Vaqif, ayrı düşdün obadan ildən, ömrümün növrağı yadıma düşdü. Əyləşir, qələm kağız götürür, şeir yazmağa başlayır, pərdə. Burada ikinci pərdə də bitir.